şirinlik var, əziz qardaşlar. Vallahi mövcuddur. Mən demirəm, biz aramızda olan müsəlmanlar burada oturan dadıb yoxsa yox, amma qabaqçı müsəlmanlar dadıblar. İmam İbn Qeym Rahiməhullah Mədəricü Səlikin kitabında o salihlərin, o şirinliyi dadanların bir neçəsinin sözünü deyir orada. Salihlərdən biri deyir ki, İnnəhu lətəmurru bi əvqatun əqulu fiyhə. Hərdən məndə elə bir vaxt olur ki, özümə deyirəm. Hərdən elə bir vaxt olur, an, həyatda. Dayanıb özümə deyirəm. İn kənə əhlul cənnəti fi misli həzə innəhum ləfi əyşin tayyib. Əgər cənnət əhli də bu yaşayış içindədirsə, ora necə də gözəl yerdir. Qardaş, elə bir vaxt olur, elə bir şirinlik, elə bir ləzzət alır ki, deyir, özümə deyirəm, cənnətdə də budursa, nə gözəl yerdir ora, razıdır. Əgər cənnət də belədirsə, indi bu mən yaşayıram, keçirdiyim vaxt, o nə gözəl yerdir, amma cənnət belə deyil yəni, qat-qat artıqdır. Yaxud məsələn, başqası deyir ki, İnnəhu ləyəmurru bil qalbi əvqatun yarqusu. Qəlbimdə hərdən elə vaxtlar olur ki, yarqusu fiyhə darabən. Qəlbim sevindiyindən rəqs edir. Yarqusu, rəqs edir, əylənir. Deməli, belə bir hal onlar yaşayırlar, qəlbin keçirdiyi hal. Düzdür? Qəlbim rəqs edir, deyir. Əylənir yəni, əyləncə içindədir. Sevincdən rəqs edir qəlbim.